Xarici bazarlara çıxmaq üçün ən yaxşı yol kooperativləri inkişaf etdirməkdir. Kənd təsərrüfatı kooperativlərinin üstünlükləri çoxdur desək, yanılmarıq. Əvvəla, kooperativ üzvlərinin gəliri çox, xərci isə azdır. İkincisi, kənd təsərrüfatı məhsullarının bir yerdən satın alınmasında kooperativlər daha vacib rol oynayır. Başqa sözlə, kənd təsərrüfatının aqro sahibkarlığının inkişafına torpaqdan başlayaraq məhsulun qablaşdırılmasına qədər kompleks şəkildə həyata keçirmək fermerə daha çox sərf edir. 10 nəfər yığışı bir araya gəldik, kooperativ yaratdıq, bizə avadanlıq verdilər. İlkin olaraq biz alma, heyva, feyxua, alça, göyəm gavalı və xurmanı Azərbaycanda demək olar ki, ilk dəfə olaraq xurmanı biz lavaş firmasında müştərilər təqdim edirik. Gənc aqro sahibkarlar layihəsi də əsasən Astara, Lənkəran, Masallı, Lirik rayonlarını əhatə edir. Layihənin bağlanış mərasimində fermerlərin üzləşdiyi çətinliklər, xüsusilə bazarlara çıxış imkanı və digər məsələlər müzakirə olundu. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin missiya rəhbərliyi və digər qurumlar kooperativlərin yaradılması yollarından danışdılar. Bizim fermerlərin əsasən ehtiyacları həm maliyyə çıxışdır, həm bazarlara çıxış ehtiyacları vardır. Əlavə olaraq texnika ehtiyacları vardır. Biz kooperativ modelini təşviq edəndə regionlarda biz görürdük ki, insanlar heç kooperativi necə yaratmaq, hardan başlamaq, bu haqda məlumatlı belə deyilidilər. Və bizdə belə bir fikir yarandı ki, yaxşı olardı ki, biz kooperativlərin yaradılmasına dair təlim keçək. Və sırf bu təlimin nəticəsi olaraq biz 2 kooperativin yaradılmasına nail ola bildik. Bunun üstün cəhətlərindən ki, bunlar iri bazarlar əldə edə bilir, böyük bazarlar əldə edə bilir. Siz təsəvvür edin ki, bir fermer ancaq özü, onun ailəsi, onun biznesi haqqında məlumatı varsa, artıq o kooperativin üzvü olandan sonra onun biznesi haqqında bütün rayon və sonra isə bu maliyyə alətləri ki var, o cümlədən aqrar biznes festivallarında məsələn iştirak etmək, bunların məhsullarını artıq ölkə miqyasında tanıtdırır.